bölçə durğunluq adında belə dad kimi o balota kimi sakit olmalıdır her şey. Ha? Bir gün kurbağalar guruldayacak. O zaman balotadan hürküp uçan kuşların, ondan sonra hürküp kaçan insanların ayağının altında neler kalacak, o şırıltıdan, parıltıdan kulak tutulacak. Ha? Allah o günü göstermesin. Hamı deyir ki, Azərbaycanı Suriye eləmək olmaz. Ben de istemiyorum. Ama siz zorla bu iş oraya gedir. Doğrudan hesab eləsi ki, elə belə hamı da kulağını yapırdı, beləcə oturacaq. Hələ də insanların hardansa oğruq, doğruq düzüb qoşa bilirlər. Ya necə 220 manat alan adam bu ölkədə hələ yaşaya bilirsə, bu möcüzədir. O insanların hamısına milli qəhrəman medal olaraq düşür, bax. 220 manat alan bu ölkədə adamlar hələ yaşaya bilirlərsə, bu şərtlərdə, bu qiymətlərdə hamısına milli qəhrəman düşür. Hamısına. İndi adını suverenlik koyup, adını ne koyup, filan filan bu ülkəni talayıp ve kimlərəsə talattırıp, sonra o talayanları tutup onların əlindəkini talamaq, deyirəm də bu qədər insanlar tutulup, o başçıların efirlərdə göstərilib, nə pul, qızıl, milyard, milyon, nə bilim filan filan. Hansı bir manatı haraya göndəribsiz? Hansı bir manat büdcəyə göndərilib, büdcəyə daxil olub? Bu kadar bunların malı mülkü müsadir olunub. Kim yaşayır o mülklərdə? Kimə verilib o obyektlər? Kim istədir onları? Və tək bir nəfər göstərin ki, halal haqqı olan deyək ki, doğrusunla, yanlışınla kazandığı obyekt əlindən alırlar, onu qaytarıb verdilər. Bu da adam da desin ki, bax, dövlətimiz sağ olsun. Bax, cənab prezident, onda olacaq. Yoxdur ki. O yoxdursa, o zaman nəyə qürrələnirik biz? Bak, prezidentin bugün gururlanacak neyi var? Azərbaycan prezidenti olan kişinin, İlham Əliyevin. Bak, gururlanacak hansı sahə var ki, parmağını koysun ki, bak burada. Yaxşı, səhiyyəni dağıdır, nazir dediniz, tuttunuz. İqtisadiyyatı talayıb dediniz, tuttunuz. Ondan sonra, ne bileyim, 30 ildir inkişaf edirik dediniz. Ne bileyim, təhsildə belə inkişaf, səhiyyədə belə inkişaf, ne bileyim, hatta belə uğur. Ya, indi Akasya Ramiz Mehdi bunun hamısının altına su çalıymış. Bəs onda sual yaranır ki, axı, qürrələnəcək nə var? Və niyə biz hələ də inkişafdan, tərəqqidən, intibahdan danışırıq, bax belə, dünya meydan oxuyan görüntüdəyik. Biz qolumuzu çırmayıb, üzr istəyirəm, çox üzr istəyirəm, zibilxanaya çevirdiyimiz bu məmləkəti, hamı qolunu çırmayıb, əlini daşın altına qoyub, addım bunu təmizləməliyik. Zibillikdən təmizləyib ya da nə bilim zamanı gələndə yağları gəlib özləri eləyəcəklər. O zaman bizdən heç kim də soruşmayacaq. Zaten gəlmiş kimi də görsənirlər. Ha, onu deyim. Hələlik o şey, bəzi şeylər var, özüm danışmıram. Zamanı gələndə danışacağım. Sadəcə öz-özümə umarım və dilərim ki, mən yanlış eləyirəm. Yanlış düşünürəm. Amma elə şeylər var. Prosta hələ ki demək istəmirəm. Amma deyəcəm. Görürəm mən. Gözüm görür ki, biz sürətlə bizim qatar sürətlə relsin qutaran yerinə doğru gedir. Rels qutarandan sonra qatar daha gedəməz. Orada yaşanacaq o vahiməni, o vahaməti gözünü qabağına gətirin. İndi 10 milyon deyirlər, 10 milyon yok, 8 milyon, 5 milyon olsun. Bu ölkədə indi olmasa bir 4-5 milyon əhali var. 5 milyonluq sərnişin olan qatar sürətlə, tam sürətinlə, ən üstün sürətlə relsin qutaracaq yerinə doğru gedirsə, orada yaşanacaq o can bazarını Allah göstərməsin. Bunu mən demək zorundayım. Ama elə şeylər də var ki, onu demək, nə bilim. Və Allaha yalvarıram ki, bircə dəfə də olsa mən o düşündüklərim doğru çıxmaz. Çox təhlükəli şeylər var.